Su ilə doldurulmuş ağzı bağlı qabı tərsinə çevirdikdə mayenin çəkisi və qabın dibinə düşən hidrostatik təzyiq necə dəyişər? Bu qabı biz tərsinə çevirməliyik. Qabı tərsinə çevirdiyimiz zaman belə bir şəkli görəcəyik. Yəni, biraz öncə qabın oturacaq sahəsi böyük olan hissəsi yerdə idisə, bu qabı tərsinə çevirdiyimiz zaman artıq oturacaq sahəsi kiçik olan bu hissə yerdə olacaq. Bu zaman bu maye təbii ki, dar hissəyə tam otura bilmədiyindən maye sütununun hündürlüyünün artmış olduğunu görəcəyik. Yəni, maye eyni mayedir. Sadəcə dar hissədə maye tam otura bilmədiyindən maye sütunu bir qədər daha hündürdə görünəcək. Deməli, maye sütununun hündürlüyü artdı. Onda mayenin təzyiqi necə dəyişər? P bərabər rho J H-dır bizim düsturumuz. Maye sütununun hündürlüyü artıbsa, təbii ki, mayenin təzyiqi, yəni hidrostatik təzyiq də artmış olar. Yəni, biz 4-ü cavab olaraq götürməliyik. Digər tərəfdən mayenin çəkisi bizdən soruşulur. Mayenin çəkisi P bərabər M vurulsun J-dir. Burada P maye çəkisi, M mayenin kütləsidir. Biz qabı tərsinə çevirdiyimiz zaman mayenin kütləsində heç bir dəyişiklik olmur. Yəni, buradakı M kütləli maye qab tərsinə çevriləndə təbii ki, yenə M kütləli mayedir. Mayenin kütləsində heç bir dəyişiklik olmadığından mayenin çəkisi də burada dəyişə bilməz. Yəni, 2-ni də biz cavab olaraq götürməliyik. Doğru cavab 2 və 4 A variantı olacaq. Sağ olun, gələn izahlarda görüşərik.